Gizlədəsən? Atan bilsə məni özü ilə yol çəkməyə aparmaz. Ağıllı oğlum, hər halda atana deməlisən. Elədir? Dilara, bizim şeylərimizi hazırla. Təsəvvür edin, cəmi 47 illik bir ömür. Amma bu ömrün 38 ili kino ilə bağlıdır. Azərbaycan kinosunun yaddaşında iz qoyan, milyonlarla tamaşaçının sevdiyi aktyor. Lakin taleyin qəribə ironiyası var. Çəkdiyi son film, Fəryad filmini görmək ona qismət olmadı. Gülləni çıxartmayacaq. Ürəyi möhkəmdir. Bir-iki ay yaşaya bilər. Sanvelcan, bu vaxt ərzində onu bizim Korenlə dəyişə bilərik. Söhbət Azərbaycan kinosunun unudulmaz simalarından biri olan Ceyhun Mirzəyevdən gedir. Ceyhun Mirzəyev 1946-cı ilin 9 aprelində Ağdamın Abdal Gülablı kəndində dünyaya gəlib.